Əslim, nəslim Xanagəlidir. Babam da Kəbləy Məmməd olub. Onun atası da Hacı Molla olub. Kəndin axundu olub. Tarixi çox böyükdür o Pir Əlinin. Bir daş var 1200-cü iləcən göstərir tarixi təxminən. Ancaq bir daş da var, o pirdə çox kəramətli pir olub. Ondan əhvalatlar danışırlar ki, soruşurdum ağsaqqallardan, atamdan, zatdan ki, bura nədir? Deyirdi, bura pir olub. Onun içindən hər lapatka vurub daşları zadı çıxardanda daşların altından ilanlar, ilan, iri böylər çıxırdı. Görək bu nəsə heç tərpənmir, heç gəlmir. Diyanıb elə orada. Məlikid də bu kim deyə diyanıb orada. Bu bizə yaxın gəlmir, nə də elə diyanıb baxır oradan. Mütəllimov Əlbaba Hüseyn Ağa oğlu. Anadan olmuşam Nasosunda, Nasosun qəsəbəsində. Əslim, nəslim Xanagəlidir. Bu Xanagə kəndinin əhvalatı köhnə kişilərdən, köhnə adamlardan eşitdiyimə görə əksəriyyəti insanların hacılar, Kərbəlayılar olub. Onlar ayaqla Kərbəlaya gedənlər olub, haca gedənlər olub ayaqla. Mənim babam da Kəbləy Məmməd olub. Onun atası da Hacı Molla olub. Kəndin axundu olub. Xanagə kəndinin axundu olub. Ərəbistanda o təhsil alıb. Sonra da o kənddə mənim atamın danışdığına görə o pir var. Pir Əli. Tarixi çox böyükdür o Pir Əlinin. Olduq qədər böyükdür. Onun içində daşda yonulmuş, ərəb dilində yazılmış daşlar var. Onların tarixləri hardasa 1200-cü illərə, ondan da beləsi var, ondan bir dənə də başqa daş var orada. Bir daş var 1200-cü iləcən göstərir tarixi təxminən. Ancaq bir daş da var, o Mıxı tarixidir. Onun tarixi İslamdan da əvvələ gedir. Sonra da onu, o piri müharibə devrində deyilənə görə namaz qılmaq, eləmək insanlara qadağa qoyublar, o uruslarla şeylər. Ona görə uçurdular o piri. Uçurdular. O pirdə çox kəramətli pir olub. Ondan əhvalatlar danışırlar ki, onun içindən daşları camaat uçulandan sonra camaat götürüb ki, oradan düzəltsin çayın qırağında paltar yumağa zələməyə. İlanlar yığılıb o daşların üstünə qoymayıblar camaatı ki, orada paltar yusunlar. Sonra axundlar, hacılar gəliblər, baxıblar, dualar oxuyublar, ilanlar çəkilib o daşları tezdən qaytarıb yığıblar o pirin içinə. Əvvəli biz o kəndə gedib gəlirdik, əvvəllər gedib gəlmişik, çox öz kəndimizdir. O həmişə mən orada olanda o pir mənim nəzərimi çəkirdi ki, soruşurdum ağsaqqallardan, atamdan, zatdan ki, bura nədir? Deyirdi, bura pir olub. Pir Əli adında pir olub. Ancaq uçulmuş şəkildə sonradan burada Məlki kişi var idi. Nasosunda yaşayırdı, o da elə Xanagəlidir. Bizim kəndçimizdir. Onun təşəbbüsü ilə o kişinin bir günləri oturduq, o ilə söhbət elədik. Elə burada qonşudur mənəm, həm də eyni kəndçiyik. Dedi ki, gəl qoşulaq bir-birinə. Məndə də Niva maşın var idi. Dedi, səndə maşın var, Niva. Gəl qoşulaq bir-birinə, gedək o piri təmizləyək. Uçulub dağılıb da, indi sökülüb, üstü uçulmuşdu içinə. Getdik neysə, hələ Məlki ilə qoşulduq bir-birinə. Getdik, başladıq təmizləməyə. Bir dənə möcüzə odur ki, Allaha qurban olum. Biz onu tez-tezə başlayanda təmizləməyə, Murad, onun içindən hər lapatka vurub daşları zadı çıxardanda daşların altından ilanlar, ilan, iri böylər çıxırdı.
tükülü böylər, əqrəb, ilan çox idi. Həm qorxurduq təmizləməyə ki, sancar bizi, həm də ki, Allaha dua eləyirdik ki, ay Allah, sənin yolunda, bu Allah yolunda bu piri təmizləyiriksə, sən kömək ol bizə. Başdan öldürürdük onları. Çıxdıq can, lapatka ilə vururduq, öldürürdük ki, sancmasın bizi. Ancaq sonra nəsə, gördük bu dalı elə gəlir bunun. Vurduq can, bir şey elədik can, bunun elə dalıyı çıxır elə, hər daşın altından böyük çıxır, əqrəb çıxır. Məliki götürdü lapatkanın üstünə birini, atdı bayra, dedi, ay Allah, sənə qurban olub, sən belə eləginə, biz gəlmişik sənin yolunda, bu piri təmizləyək, bu heyvanlar bizə imkan vermir. Öldürmürəm da, atıram bunu bayra. İnanın Allaha ki, ondan sonra yoxa çıxdılar o heyvanlar. Bir dənə də çıxmadı qabağımıza. Bir gün elə işləyirik orada. Gördük ki, Məliki qayıtdı ki, bu köhnə qəbirstanlıq var orada. Aşağıda Murad olmuşsunuz da, indi orada iri sandıq qəbirlər var, aşağıda çayın içində. Orada gördük, bir nəfər adam dayanıb. Çox uzaqdır, yarısa bir 300 metr, 200 metr belə məsafə var da, 300 metr, 200 metr məsafə olar. Bir nəfər dayanıb orada, qara paltarda. Bu kimdir? Yaxşı, bu çobandırsa bunun qabağında qoyun yoxdur. Bu orada nöştü yanıb tək. Əllə çağırırıq onu ki, ay kişi, gəl bura, gəl bura. Görək, bu nəsə heç tərpənmir, heç gəlmir. Dayanıb elə orada. Məliki də, bu kimdir? Dayanıb orada. Bu bizə yaxın gəlmir, nə də elə dayanıb baxır oradan. Dedim, ay Məliki, gəl oturaq maşına, gedək bir yanına görək ki, bəlkə orada bir nəsə hadisə baş verib, o gəlmir bizə tərəf. Gedmişik, mindik maşına elə gedirik ona tərəf ki, inanın Allaha ki, o şey yox oldu oradan. O bilmirəm nə idi o hələnçinə ki, adam idi, nə idi, o nə olan şey idi ki, bunu Allah haqqı gözümlə görmüşəm ki, yox oldu da, onu mən ondan sonra bilmədim o nə olan şeydir. Biz orada işləyən vaxtı hava çox avqust ayına düşmüş də, yay ayları idi. Avqust, iyul, avqust, hələ isti aylar idi. Elə işləyə, dəhşət orada çala olduğuna görə Əşağı Xanagə çaladı biraz yeri, dəhşət üstə olur ora. Ancaq Allaha qurban olum, o nədən idisə, bir dənə qara bulud, hardan Allah Taala bunu götürüb gəlib, saxlayır günəşin qabağında. Düz o kənd, bir dənə o kənd, kölgə. Günəşin qabağı bağlanır, bütün hər yer işıqdır ya. Günəş işığı düşür, bir dənə o kəndə, o bulud tutur qabağını, biz də rahat-rahat işləyirdik. Bu da Allahdan idi də, vallahi mən orada çox möcüzələr görmüşəm bura. Atamın danışdığına görə, bilirsən, o kənddə 70-ə yaxın, 80-a yaxın ev olub əvvəl. Cəmaət hamısı bir-biri ilə mehriban olub. Hamısı bir-birinə qulaq asıb, bir-birini eşidiblər. Ağsaqqallar olub, məsələn, hacılar olub. Özə çoxu hacılar, Kərbəlayılar olub. Orada dindar kənd olub, çox dindar olublar onlar. Belə deyim sənə ki, heyvandarlıqla məşğul olublar, məsələn, heyvan saxlayıblar. Yox, mən oranı hələ görməmişəm, orada hazır ev görməmişəm, ancaq qərəbləri görmüşəm də, uçulmuş şəkildə. Mən orada şey görməmişəm. Mənim yaşım çatmır ona. Mənim də atam gibi o vaxtı yaşayıblar, orada yaşayıblar. Babalarım, əslimiz, nəsilimiz hamısı, kökümüz orada olur. Ancaq biz burada Nasosunda böyümüşük, gedib gəlmişik ora. Mən gedəndə o ev, cəmaət müharibə illərindən oralar köçüb gəlib cəmaət oradan. Müharibədə ki, aclıq düşüb biraz cəmaətin içində. Müharibə ki olub,
İkinci Dünya müharibəsi. Aclıq olanda camaat bu dəmir yolunun qırağına axıb gəliblər ki, burada dolansınlar da. Başqa orada bir çətinlik olub ona görə. İnsanların orada əziyyəti olub. Murad, qoy bunu deyim. Kərbəlayı Füzuli, Allah onun atasının canını sağ eləsin. Mehdi kişinin oğlu. O qardaşım, biz ora gedəndə 2 nəfər getmişik əvvəli, birinci dəfə. Ancaq sonradan Füzuli qardaşım, biz ki gəlib o Füzuliyə deyəndə, Füzuli bizdən sonra ora çox insanları Füzuli götürüb gəlib. İşləməyə, məsəl üçün kömək eləməyə. Ora bəlkə 100-ə yaxın adam gəlib, kömək eləyib o piri təmizləməyə. Yüzlərlə adam işləyib, onların haqqını yemək olmaz, demək, onlar mütləq onlar demək lazımdır ki, onlar əziyyət çəkiblər orada. 80 yaşında kişi, Rızaxan kişi, gəlib pirdə işləyir bir günləri, qoy onu danışım sizə üçün. İstəbadı, bu kişi araba ilə qum çıxardır pirin içindən, uşaqlar yükləyirlər arabaya, bu da qumu çıxardır bayram. Biz də yuxarıda çay qaynadırıq. Gördüm bu kişi, qoca kişidir də, 80 yaşı var, əlində araba, bu pirdən araba ilə nə qədər daşıyır, 2 saat, 3 saatdır bu dayanmadan araba ilə qum daşıyır. Dedim, qoca kişidir, qoy gəlsin, dincəlsin. Düşdüm aşağı, gəlmişəm. Deyirəm ona ki, ay əmi, qoy arabanı, biraz mənə aparım, sən çıx bir iskan, bir çay içkinən də yuxarıda. Dedi, çəkil dala. Dedim, nə üçün ayəmi? Qayıtdı, sən mənim suabımı əlimdən almaq istəyirsən. Bu mənim suabımdır, deyir. Mən sənə deyir, arabanı vermərəm. Mən axıracan deyir, bunu mən daşıyacağam. Bax, o Rızaxan kişi. Allah ona can sağlığı versin. Çox yaxşı kişidir. Dindar adamdır o da. Allah pərəstdir. Allah yolunda, inan Allaha, Murad, görsəydin o istidə. Bilirsən necə işləyirdilər orada uşaqlar? Biri daş daşıyır, biri araba ilə qum daşıyır. Tərtəmiz elədilər o pirin içini bu uşaqlar. Allah onların ölənlərini rəhmət eləsin, qalanlarına da can sağlığı, özlərinə də can sağlığı Allahdan arzulayıram. Çox yaxşı uşaqlar olub orada, zəhmətkar uşaqlar olublar. Demişdim onlara ki, Allah qoysa, Kərəm kişi var idi bir nasosunda bizdə burada. O kişi də rəhmətə gedib indi o Kərəm kişi. Kərəm kişi də oranı tikirdi. Yavaş-yavaş o daşları ilə, elə öz köhnə daşları ilə, pirin dağılmış daşları ilə yavaş-yavaş bir qədər tikdi. Sonradan belə oldu ki, bilirsən, gedə bilmədim. Mən də gedə bilmədim. Camaat da qaldı. İndi elə qalıb ələnsinə. İnşallah Allah qismət eləsə o pir tikiləcək. Allahın köməyi ilə. Ölməsək, sağ qalsaq, Allah qismət eləsə, mənim niyyətimdir, Allahdan niyyətimdir ki, Füzuli ilə, qardaşlarımla, necə ki, gələn də cəmaat işləyib orada hamısı. Hamı gələn də hələ ələnsinə xırda-xırda cəmaatın əli ilə o tikiləcək. Şərait olsa əlbəttə gedib qalaram. Şərait yoxdur da Murad. Yolu yaxşıdır, yolları əngəldir. Gedib gəlmək çətinlikdir yolları. Sonra da bilirsən, ev yox orada ki, hələ bir ev ki, gedib yaşayasan içində, qalasan. Heyvandarlıq eləyəcəksən, orada heyvan saxlayasan. Əsl heyvan saxlamalı yer kənddir də, yaxşı yerlərdir oralar. Heyvandarlıq üçün, əkinçilik üçün, hər şey üçün orada şərait var. Ancaq yolu pisdir. Sonra da orada deyim sənə ki, bax, batmış şəhər. Batmış şəhər var. Köhnə Gədi deyirlər ona, köhnə Gədi. O şəhər deyirlər, bütün insanları ilə, zadı ilə bir yerdə, yerin altına zəlzələ olub orada, nə olub? Yox olub o şəhər orada. İndi də orada qaynayır, su qaynayır, yoxsa nə qaynayır, belə köpük çıxır yerdən. Vulkan kimi də, vulkan əliyir orada. Orada qədimdir, onun tarixi çox qədimdir. Onu araşdıran lazımdır ki, dəqiqliyi ilə çox orada
daşları məsəl üçün oxuya bilən adamlar lazımdır ki, o daşları oxusunlar, orada nələr yazılıb o daşların üstündə, kimlər olub orada. O daşları oxusalar, oxuyan adam tapılsa, onun bütün hər şeyi üzə çıxacaq ki, onun tarixi də neçə min il bundan qabaq orada kimlər olub, nələr olub. O hər insan bir işarə qoyub da özündən. Özündən sonra işarə qoyub gedib. Murad, Allah sənin canını sağ eləsin. Allah səni var eləsin ki, sən elə gəlirsən, bizim kəndləri çəkirsən, bizim keçmişimizi bütün yad eləyirsən, bizim o dədə-babalarımızın bütün arxivimizi, bizim arxivimiz çox qədimdir. Çox, bu dağlı cəmaatın kökü çox dərindir. Allah səni var eləsin ki, sən gəlirsən, bax, bunların hamısını çəkirsən, zidəliyirsən, sənə təşəkkür eləyirik, qardaş. Allah səndən razı olsun. Allah sənin canını sağ eləsin.